İlkin cinsiyyət hüceyrələri haploiddir, yoxsa diploiddir? Bununla bağlı qəbula suallar düşür. Həm müəllimlərin işə qəbuluna, sertifikasiya və abituriyentlərin qəbuluna düşür. Və çox zaman bunu səhv hesablayırlar. Yəni, ilkin cinsiyyət hüceyrəsi sözündəki cinsiyyət sözünə əsasən ilkin cinsiyyət hüceyrəsinin qamet olduğunu düşünürlər. Qametdə N, C, D xromosom dəstinə sahibdir axı. Məsələ həllərində ilkin cinsiyyət hüceyrəsini N, C, D olaraq hesablayırlar. Bu isə doğru deyil. İlkin cinsiyyət hüceyrələri yetişmə zonasına daxil olur. Yetişmə zonasına daxil olan bu ilkin cinsiyyət hüceyrələri böyümə zonasından gəlir. Böyümə zonasında həmin hüceyrələr interfaza mərhələsi keçirir. Interfazanın presintetik, sintetik, postsintetik mərhələsini keçirir. Postsintetikdə isə xromosom dəsti 2N olur. 2N 4 isə 4D olur. Deməli, yetişmə zonasına böyümə zonasından gələn ilkin cinsiyyət hüceyrələri haploid deyil, diploiddir. 2N, 4C, 4D ilə hesablamaq lazımdır. Yetişmə zonasının sonunda yaranan hüceyrələr artıq ilkin cinsi hüceyrə adlanmır, qamet adlanır və yaxud da əgər bu dişi fərddirsə qamet və yönəlici cisim adlanır. Onlar isə telofaza 2 mərhələsindən yarandığı üçün N, C, D olur. İlkin cinsi hüceyrələr diploiddir, cinsi hüceyrələr haploiddir.